Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində fəaliyyət göstərən Qardaş Company MMC-yə məxsus kənd təsərrüfatı məhsullarının satış bazarında ciddi nöqsanlar aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının bazarda apardığı yoxlama zamanı bəzi quş əti və süd məhsullarının müşayiət edici sənədlərinin olmadığı, məhsulların müvafiq temperatur rejiminə əməl edilmədən saxlanıldığı, həmçinin mal qonşuluğu qaydalarının pozulduğu aşkarlanıb. Eyni zamanda markalanması olmayan müxtəlif növ turşuların satıldığı məlum olub. Bununla yanaşı ərazidə dezinfeksiya işlərinin aparılmadığı, zərərvericilərə qarşı mübarizə tədbirlərinin görülmədiyi, bazarda çalışan bəzi işçilərin sanitar geyimlə təmin olunmadığı, qida ilə təmasda olan səthlərin gigiyenik tələblərə cavab vermədiyi və digər nöqsanlar qeydə alınıb. Aşkarlanan faktlarla bağlı müəssisə rəhbəri barəsində qanunvericiliyə uyğun olaraq inzibati qərar qəbul edilib. Bazar isə nəzarətə götürülüb.